Nədir? Bax, deydi mi? Sonra D, 16, 0.4, 1 nə? 5 eləmi? 9, 9. 2 kök 5, 5, 5 minus A, 2, 10, 6. Deməli, mənfi 3, sonra nədir? Mənfi 5-i 5 alırsan. Yazmağa ehtiyac yox edir, amma sana. Buradan ağarırsan, düşdü mü? Burada 2'də 1, yazırsam düşdü. 3, burada nədir? 100, düşək. X-nə tapsan, düşdü, 2. Elə mi? Düşək. Deməli, 2, nəqədir ki, 4, 500'ü bölürsən, sonra da 25 elifdir. Kamizon gəfirdə hesablayırsan, 45 elifdir. 21'də nə yazırsan buna? 2. 28'de 2, 3'te 1, 6'da 1 kamizon. İxtisarca elif salıb yazmırsan. 21'də 1 edirəm, cavabı. Yaxşı, bu da deşək. 79'da nədir? 16 düzdür. 300 yazırsan da. Onu da dedik. Bucaqda 130. Burada nə olacaq? Apofemə nə yazırsan? 13. Əla. Deməli, bu da nədir? 12. Deməli, burada da 24. Əla. 100%, 100%. Deməli, riyaziyyatımız oldu 100. Əgər Hüseyndə də 100 çıxsa, 4-cü 100-dür deməli. Bir görüm, ingilis dili nədir? İngilis dili 95. 95. Azərbaycan dili? Azərbaycan dili 95-90 arası. 95-90-90 yazaq da yaxşı. Ümumi nə qədər eləyir? 200. 285. Böyük ehtimal ki, 90 yaxın olacaq, nə? 285-in özü belə gözəl təbriklər olur. Sağ olun.